Üzr istəyirəm hamıdan. Qızın qaşı alınmazdı. Demək, bu hələ ailə qurmayıb. İndi bütün mənim tələbələrimdən söhbət gedir. Hamısının qaşı da alınıb, saçı da rəylənib, dırnağı da qoyulub. Əvvəllər yaşlı nəslin qadınlarına yazığım gəlirdi ki, onlar da bu patriarxatın qurbanlarıdır. Stockholm sindromu deyilən bir şey var. Amma sonra fikirləşirəm ki, bəs Amerikada, Avropada qadınlar çölə çıxırdı, savaşırdılar, vuruşurdular ki, onlardan sonra gələn qızlar daha gözəl həyat yaşasınlar. Bizdə isə tam əksi. Bizim dövrümüzdə belə idi, bizim vaxtımızda elə idi. Yəni bir kişi kimdir ki, mən ona görə qərar verim ki, qaşımı alım yoxsa yox, saçıma kraska qoyum yoxsa yox, manikür, pedikür edim yoxsa yox. Kimdir də o kişi? Kimdir? Özünüzə hörmət edin də, heç olmasa gec də olsa. Bir də ki, ay xala, ay bibi, səndən də böyük nəslin qadınları sağ olsaydı və səni belə görsəydi, full makiyaj, smoky eyes, qulağında sırğa, boynunda boyunbağı, ağzında qızıl diş, deyərdilər ki, bu nə fit fasondur. Bizim dövrümüzdə belə değildi. Hanı sənin çadıran, hanı sənin yaylığın? Başa düşürsən? Ona görə də xahiş edirəm ümumiyyətcə yaşlı nəslin qadınları. Gedin namazınızı qılın, orucunuzu tutun, həcc ziyarətinə gedin, nəvələrinizlə oynayın, öz işinizlə məşğul olun, o bir dünyaya hazırlıq işləri görün.